Bildiğiniz gibi bizim təşkilat iqtisadi inkişaf və aqrar layihələrə dəstək qeyri-hökumət təşkilatı olaraq dövlətimizin qeyri-hökumət təşkilatlarından dəstək şurasının dəstəyi ilə layihələr həyata keçirilir. İstəyirəm ki, tüm təşkilatın bu layihəmizin rəhbəri Şahid olduğunu ölçüdür. Sonra sizə bir sahib edəcəyim. Yani bizim buraya gelmekte məqsədimiz adamların adlarını önemli. Yani biz öz təşkilatımızın adlarında iştirak edirik. Təşkilatın adamların adlarını verdik. İqtisadi inkişafı və organizasiyası iştirak edirik. Biz 20 ildən çox bu sahədə rəsmi fəaliyyət göstərdik və ötən illər ərzində bir çox regionlarda, o cümlədən mesela Çin regionunda da layihələr həyata keçirmişik. Bu yılda Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dəstək, dövlət dəstəyi aidiyeti tərəfindən müsabiqə keçirildi. Həmin müsabiqələrdə biz də iştirak edən iştiraklardan biri layihənin adı əkinçiliyə dair maddələndirmə proqramıdır. Yəni, təxminən bu istiqamətdə söhbət edilir. Mən layihə haqqında danışmaq istəməm. Ağalarına falan hamısı sizə izah edəcəkdir. Əsas odur ki, yəni biləsiniz ki, yəni bu layihənin həyata keçirməkdə məqsəd olmaq ibarətdir ki, bizim ölkə Azərbaycan su rüsumundan əziyyət çəkən ölkələr siyasətdir. Yəni, su ilə təminat təxminən 70%. Yani sualma suyu, yani şirin suda söhbət gedir. Və getdikcə də bu faiz azalır. Yani, bu müəyyən səbəblər var, Allah'ın onu deyəcək faizəsi. Yəni, nə səbəblər hər azalır. Yəni, sizin zonlarda o zonların ki, sularma suyu olmasa, hiçbir şey görəbilməsiniz. Hiçbir iş görəbilməsiniz. Heç bir əkinçiliklə məşğul olmaz. Buna görə bu məsələyə müasir formada, müasir metodlarla yanaşmaq lazımdır ki, yəni həm sizə sərfəli olsun, suyunuz içiyə getməsin, böyük xərc itirməyəsiniz, həm də yekunda yaxşı məhsuldarlıq olsun ki, sizin də maddi ifahı götürməsin. Bax, bu yaxınlarda, lap yaxınlarda, may ayının 25-də Bakıda Cənab Prezident İlham Əliyevin başçılığı ilə bu məsələ ilə bağlı böyük bir müşavirə keçirildi, problemlər sağlandı. Müvafiq təşkilatların qarşısına lazım olan tapşırıqlar qoyuldu və yaxın vaxtlarda çox sürətlə bu məsələlər icra olunacaqdır. Dövlət bu sahədə hər bir dəstək verməyə hazırdır, hər bir dəstək verəcəkdir. Yəni, öz üzərinə düşən işləri özləri dövlət hesabına, dövlət büdcəsi hesabına yerinə yetiriləcəkdir və yerdəki fermerlərə, yerdəki insanlara çoxlu sayda güzəşli imtiyazlı məsələlər təklif olunacaqdır. Bu, kreditlər şəklində faizsiz, bu, subsidiyalar şəklində, bu, daşın mexanizmdən təmin olunmaq sahəsində və digər sahələrdə çox dövlət proqramı qəbul olunmuş. Yəni, bizim də bugün buraya gəlməkdə məqsədimiz həmin o məsələlərin mahiyyətini sizə izah edilməkdir ki, siz də çalışarsınız, özlərinizə düşən işləri yerinə yetirərsiniz, yerinə yetirməyə çalışarsınız, yekunda özünüz qazançlı olarsınız, özünüzün maddi vəziyyətini yaxşılarsınız. Sağ olun, mən sizə uğurlar arzu edirəm, həm həyatda, həm işinizdə, həm bugünkü müşahidə xahiş edirəm. Fəal olun və sualınız olarsa verin. Məhəmməd Rəhmin Hafızı olun. Çox sağ olun. Bizim təlimimiz, deməli, layihəmiz, yəni buralarda davamlı əkinçiliyə, su resurslarına sınırlı istifadə üzrə maarifləndirmə adlı layihəmizin çərçivəsində 2 təlimimiz olacaq. Bunun bir buralarda davamlı əkinçilik və layihənin adına uyğun və suya qənaətli suvarma sistemləridir. İkinci təlimimiz olacaq, belə bir şəraitdə torpağın münbitliyinin necə qorunması haqqında. Bunun birinci təlimi başlayır. Nədən belə bir layihə var, dövlətimiz bunu dəstəkləyir və dəyə görə bu lazımdır. Bu ondan qaynaqlanır ki, bütün dünyada bildiyiniz kimi artıq bütün ölkələrdə demək olar ki, ciddi temperatur artması var, onun nəticəsi olaraq quraqlıq var və bu kənd təsərrüfatına hər bir fermerə
çok ciddi ziyan var. O cümleden bizim ölkəmizdə də bu proses bizim ölkəmizdən də yan keçir və o cümlədən də ölkəmizdə hansı ki, ən çox oranın fermerləri ən çox bundan itki ilə üzləşirlər bu sürü şahında. Biz tam təsəvvürümüz olmaqdan ötəri sizə bəzi məlumatlara hazırlamışıq. Yəni rəsmi anlayışlardan. Mən onlarla sizi tanış edəcəm. Sonra biz keçəcəyik daha praktik bir hissəyə. Hansı ki, konkret olaraq sizin sahədə belə bir şəraitdə, belə bir iqlimdə, dəyişilmiş iklimdə sizə necə kömək edə bilər. O metodları biz sizdən paylaşacağıq. Ümumiyyətlə, yəqin ki, müşahidə eləmişsiniz, son illər həddindən çox isti keçirləndə, yay vaxtları və elə deyək, meteo stansiyaları bütün dünya üzrə. Bunların apardığı müşahidələr, qeydiyyat nəticəsində aydın olur ki, son 10 ildə havanın temperaturu, təbii ki, bunun müxtəlif səbəbləri var. Azot qatının yaranmış problemlər, o qatın güneşin lazımsız enerjisini bırakması qabiliyyəti var, ne yol yoxdur, yetkilər azalır. Güneşin üzrində baş verən şeylər, hətta fermerlərlə bir sayı görüşülür, deyirlər ki, belə bir xəstəliklər var. Əvvəllər sahədə işləyilmişir, şualanma müşahidə edilir. Hansı bir zolaq şəklində sahədə göstərir ki, bitkiləri tamamını yaxındır. O müxtəlif xəstəliklərə yol açır. Qlobal statistika deməli nə idi? İstiləşmə var, quraqlıq var, amma başqa bir şey də var ki, səbəb. Kənd təsərrüfatının istifadə etdiyi su bütün dünyada ümumi, belə deyək, şirin suyun 70%-dən çoxdur. Buxarlanma da çoxalıb, temperatur artacaq və nəticə olaraq nə olur? Birinci, həmin il fermer daha az gəlir götürür. Bu bir nəticə. İkinci bir nəticə, getdikcə torpaqlar degradasiya olur. Yəni, orada şorallaşma da baş verə bilər, orada torpağın eroziyası da baş verə bilər, münbütlüyü aşağı da düşə bilər. Təsəvvür edin ki, hər il sizin fikrinizə nə qədər torpaq əkin dövriyyəsindən çıxır. Ona ilə dolarlar və ixtiyarı verir. En azından 20% yetişir. Hər il. Her Dünya üzrə. Her dünya. Hardasa yaxın rəqəmdir, amma konkret olaraq hesablayırlar ki, ildə dünyada 12 milyon hektar torpaq əkin dövriyyəsindən çıxır. Əgər dünyada 12 milyon əkin dövriyyəsindən çıxırsa, hardasa biz 150 min hektarda Azərbaycanda ərazi sayılır. Amma biz yetkidən azad işletirik. Yəni burada artıq gəlir, belə deyək, hər şey bizim nəticimizə işləyir. Bütün qlobal fermerlərində, Azərbaycan fermerlərində. Mövcud şərait hal-hazırda bizim nəticimizə işləyir. Əfqanistan kimi ölkələr, bəzi ərəb ölkələri, Şimali Afrikada, onlar da ərəb ölkələrdir. Onlar quraqlığa davamlı artıq sortlar yetişdirirlər. Azərbaycanda da bu iş qismən aparılır. Sonra şoranlığa tolerant olan, şoranlığa yəni dozunlu, o şəraitdə yetişə bilən artıq sortlar yetişdirirlər. Sonra baxın, kateqoriyalara görsək, ən quraqlıq ölkələrdən də biridir. Bilirsiniz, oranın klimatı isti klimatı. Amma ona baxmayaraq, onlar dünyanın ərzaq istehsalında, kənd təsərrüfatı məhsul istehsalında aparıcı ölkələrindən biridir. Nəyə texnologiyalardan istifadə edəcəklər artıq bunlar mənimsizdir. Bilirlər ki, nə eləmək lazım olur. Yəni, hansı biz prizmadan baxsaq, necə baxsaq, yeni texnologiyalardan istifadə edilir. Düzdür. Ama damla su almasıyla olanda artık orada suya minimum 60% ekonomi olur.
Bu ne demelidir? Orada ne insanlar? O insanların ki birbaşa su gelir, bitkini döşür. Yani ki bilirsin artık Allah'a şükür məlumatı var. Ama biz o selleme su ne öyle? Yani ki o tirelere, ləklərə, havuz qadınlar motoru koyduğu oradan durur. Hatta onun su lazım olmuyordu, ona su ehtiyatını görür. Kanaldan suyu gözlemir. Kim ne vaxt oradan su varsa oradan su getirir. Yığır ve lazım orada istifadə edir. Bir de var ki artla yani, orada biz nəinki bitkilərə, biz o arxlarla su gətirən vaxtı, biz orada da xeyli su getirir. Niyə görə? Əgər köhnə beton kanalırsa, köhnələr, bir de bəzi hallar var, məsələn, kənd həyvan qazilerindən mənə göndərmişdilər, biz 3 ay bundan qabaq, elə bu bizim kamera çəkinin onların kəndini təsadüfən rast gəldi. Bəziləri hətta içərisində qanun oturuyub, o da suyun orada kanalda su keçirmə qabiliyyətini azaldır deyə o da bir mənfi təsir göstərir. Mən baxıram ki, siz bəzi şeyləri qeyd etmək istəyirsiniz, yəni maraqlı gəlir sizə, sizə edən müvaffaqlar olsa, birini özünüzə saxlayıb götürün. Biriniz daha var, biz bilmediğiniz şeyler yazalım. Bir de mevcut. Birini də verin. Dəftərçələrə qeydiyyatınıza aparın, sonra da sınavınız olsa, istəyirsən də mən əlaqə nömrəmdə yazıb dərsiniz. Artıq 40 ildən çoxdur, agronom kimi fəaliyyət göstərirəm. Torpağın deyiləməsiz, buna aiddir, eroziya olmaması, əkin üçün yararsızlığa düşməsi, orta ağır səviyyədir. Orta ağır səviyyə o deməkdir ki, artıq belə deyək, torpaq bizim ondan istifadə etməyimizi xoşlamır. Öz etirazı o cür bildirir. Mümkünlüyü getdikdən aşağı düşür. Su çatışmazlığı riski çox yüksəkdir. Digər layihə, digər şərtlərdə bunu doldururlar. Siz də hər şeylə bağlanın. Bu necə doldurulur? Ad, soyad, telefon nömrəsi və 2 yerdə imza. Bir, ona görədir ki, bu təlimdə iştirak etdiyinizə görə, ikincisi ona görədir ki, bu bizə sayla verilir, məktub sayla. Yəni bu bukletə aldınız, ona görə. Mən indi bu bukletləri paylayıram, amma siz başlayıb doldurulur ki, Sen hanımlar yazın. Sen yazın. təlimdə deyəcəyiniz şeylər, hamısı çox qısa, konspekt şəklində Hemen geldi, kömeli yerde geldi. Kömeli konusunda bir tane yapalım. Yalanlık bakma. Loriden yazar. Burada testler var sizin için. Bunları biz keçmeliyiz. Ben müdür Tamam. Orada cevaplar var, sual var, 4 cevap var. Hesap edildiğiniz cevabı işaretliyorsunuz, üstte gelmeden Ortam. Güzel mi? Sonra latoqin içi təmizlənməmiş olsa, su keçirmə qabiliyyəti getdikcə az deyil, düz deyil. Biraz da orada lək gedir çıxır. Görün olaraq sonra su gəldi sahəyə, düz deyil. Sahəyə gələnə qədər 4-5 mərhələ keçir.
beton kanaldan Latokdan kəndin ana xəttinə, kəndin ana xəttindən hələ sahəyə, oradan adamın sahəsi, 5 oldu mu, oradan da o özlük torpaq sahəsi. Bunun hər birində torpaq qoymalıdır ki, orası suyla dolsun. Çünki torpaq qoymasını dolur. Bizə lazım olan səviyyəni verir. Bu da itkidir. Bu da itkidir. Özü ana vaxtlarda qalır. Üstə gəl, mövsümdə nəfər olur? Sezon vaxtı var. Yüksək temperatur var. Torpaqda rütubət var. Torpaqda rütubət var, sakit xəşkilir. Torpaqda rütubət var. Birbaşa xəstəliklər nədir bitkilərdə? Bizim ətliyiz. Xəstəlik, göbələk, bakteriya, virus mənşəli. Yəni, ayrı bir bunun mənşəli yoxdur. Onlara da lazımdır, üçünə də böyüməsi üçün lazımdır da, belə bir İkisi də var. Alamotlarla inkişaf edir. Və beləliklə, biz sonra özümüz də belə tərcümlərin ki, məhsulun bir azaldır. Bunlarla son çıxarabilir. İndi bəzi rayonlarda nə edir? Bəzi rayonlarda 2 kilometre, hətta 3 kilometre qədər şey yapar. Qapalı sistem. Artıq Azərbaycanda başlayır. Turbin, plastik, o turbalarla bəziləri 100 qoyulur, bəziləri 1000 qoyulur. Hərəsi özünə lazım olan qədər. Bir neçə adam yığışır, pul qoyulur. Bir neçə adam yığışır, pul qoyulur və onu sonra sonra lazım olanda Pul çekilir, nömrə yazır. artıq gəldi, çıxdı əkin sahəsinə. Əkin sahəsində quraşdıracağın sistem aslında sənin bitkində. Hər bitkiyə damla suvarma qayınında sıradır. Düzdür? Düzdür. Damla suvarmasında hansı ki, məsələn, pambığa bəzi yerlərdə artıq başlayırlar. Bizim bir layihəmiz vardır. Bir adamın üçün layihəmiz. 5 il bundan qabaq Yevlaqda biz qoyduq pambığa damla suvarmayı. Damla suvarmayı. Bu adam 9 tonu yığdı. 9 ton məhsul götürdü orada. Niyə görə? Əkin sıxılı. Əkin sıxılı. 90'ın ot bitkisi deyil. Müəllimimiz özü son vaxtlar bir qayda bular seyrətmə məsələsi. Məsafəni böyüdülər. Yavaş-yavaş. Amma əslində kəndli icraatlarda çok gözəl görünür. Amerika'da 90'ın olmuş. Yok, gelsin sayın adamlar. Bu pambığı atalardan gəlmə bir çoğuldu, ot deyil. Bu belə baxırsan ki, belə də köşənin arasını böyüdür. İndi kombayn götürməyinə görə kombayn üçün əlverişlidir. Amma mənasız bir şeydir, boş şeydir. Bu yanlış bir düşüncədir. Şirdi hansı aqronom atıb ortalığa bilinmiş. Amma dədə-babadan eşitmişik ki, atam özünü də həlak eləmişdi, abala. Belə pambıq olmaz. Görmüşük ki, bunun arası ən azı bir qarış olmalı, 15 sant olmalı. İnan ki, hara seyrəkdir, bu pambıq adama boy vermirdi, bir qolun üstündə 10 dənə qoza var. Şimdi sizler ben sözdür. Var mı? Birim var. Bəli. Və həmən qozaların sonra açılanda çəkişi götürsən, 13-16 qram arası. Və məhsullardan belə olurlar. Belə götürürlər, pambıq canlıdır. O da bizim kimi canlıdır. Heyvanlar da canlıdır. Bunun inkişafı üçün, böyüməsi üçün müəyyən bir ərazi lazımdır. Rab belədir, bu stolun ətrafında, indi biz oturmuş 12 nəfər, düzdür, 30 nəfər burada rahat otura bilər. İstənilən şəkildə diskomfort olacaq. Sıxır. Və yaxud da uşaq masasında 5 uşaq bir çarpayda yata bilər, bir dəfə sıxılacaq. Yəni bu da belədir. Bu tərəfi var. Sonra biz ümumiyyətlə vizual müşahidəmiz nəticəsində bitkiyə su veririk, və yaxud da gübrə veririk. Üzr istəyirəm. Amma üzr istəyirəm, cümləni tamamlayın. Amma o həmişə nə vaxt verilirsə, o vaxt istəyir onu. Verdiş alır. Orada Verdiş alır, verdiş alır. Qardaş, səhər yeməyi 3'də yedər, niyə 8'də yeyirsin? Çünki organizm ziyandır, özü pis istəyirsən. Ben yeməmişəm, vaxtına, indi başım fırlamış. Bayağı az qalı yetirmişəm. O da bitkidir, bitki də canlıdır. Sən buna
keçən dəfə, ondan qabaqki dəfə suyu səhər saat 6-da vermişsənsə və yaxud da axşam 8-də vermişsənsə, həmişə elə verməlisən. Çünki o vaxtlarda, laflarca 10 gün sonra da olsa, bitki, qarşısına. Əslində elə deyir o müəllim. İqlimin temperaturumuza görə Ona söylüyorum. ona nizamlanmalısan. Sutkada vaxtı var. Sutkada vaxtı. Sutkada vaxtın dəyişməməsi. Dəyişməmək şərtdir. Dəyişməmək Amma vərdiş alıb mən günorta suarım, hər gün günorta verim, yox. Günorta ümumiyyətlə olmaz. Hər gün sulayan elə şey yoxdur. Elə yoxdur. Bitkilərin xüsusiyyəti böyük yarpaqlar deyil, cansız. Qalınlığı o biri bitkilər kimidir. Məsələn, qarıqağa kimidir. Niyə görə? Ona görə ki, qarğı dalı soyğun töyərin bitkisidir. Qamlıq istir. O suyu belə deyək, başından içir. Başından içir. Ona görə o yarpağı böyük olmalıdır. İstəyən gözümlü olsun deyirəm, Tamamilə doğrudur. İsti ölkənin bitkisidir. qalın olur, öz-özü formalaşdır. Və onun yarpağı elə bir formadadır ki, strukturu da elədir ki, suyu az buxarlandırsın. Ay, elə. Hə. Yəni bu məqamların hamısına fikir verilməlidir. Qarpız bitkisi də elədir. Hə. Üstə gəl. Qarpızın da yarpağı elədir məsələn. İsti, selər bitkilərin hamısı elədir. Bu məqamların hamısını ümumiyyətlə nəzərə almalıyıq biz. Bir də ki, tutalım ki, bizim indi o bir cərgədə bitki arası məsafə var. Onu az qoymağın başqa problemləri də var. Xəstəlik sahənin başında, həmin o cız deyirsində, cızın başında bir-iki bitkidə varsa, 3-4 saata o artıq sahənin öbrü başındadır. Çünki bir-birinə keçmək asandır. Bir gecədə yağır. Zərər verici delədir, bəli. Sonra qidasının bir-birinə mane olur. Digər tərəfdən, siz onu bilirsiniz, istənilən bitkidə havalanma görməlidir. Biz onu yaxın əkəndə, biz onun havalanmasını elementar ağaclarda budamanı görsünüz yatırırlar ki, havalansın deyə. İstənilən bitkidə yaxşı havalanma görməlidir. O qarşılanır, o da xəstəliyə yol açır, yanılgıya yol açır, məhsuldarlığı da aşağı salır.